Deyirəm, bəd xəbərlər gəlməkdədir də. Azərbaycan televiziyasıyla da bağlı, dövlət televiziyasıyla da bağlı, Azərbaycan televiziya və radio verilişləri qapalı. Belə səhmdar cəmiyyəti, qoy belə deyim. İllər öncə fərqli idi adı, indi də fərqlidir. Bunlarla da Azərbaycan televiziyasıyla, dövlət televiziyasıyla da bağlı artıq bəzi xəbərlər gəlməkdədir. Həmişə demişəm, indi də deyirəm, bu televiziyadan da uzun illər mən çörək yemişəm. Heç istəməzdim ki, onun fəaliyyətində nələrsə olsun. Amma reallıqdır. Biz istədiklərimizi dəyişə bilmərik. Həyat hər zaman özü hər şeyi dəyişir, hər şeyi həll edir, yoluna qoyur. Azərbaycan televiziya və radio verilişlər qapalı səhmdar cəmiyyətinə bəzi şöbələrin artıq birləşdirilməsi nəzərdə tutulub, dəyişikliklər olacaq. Təbii ki, qlobal infoya istinad edirəm, o da trendə istinad edir. Məsələ ilə bağlı